dostlar, bu videoda C++'da map içində olan bütün elementləri necə oxumaq lazım olduğunu öyrənəcəyik. Əvvəlki videoda map'ə məlumat əlavə etməyi gördük. İndi isə onları dövr vasitəsilə ekrana çıxaraq. İndi burada mənim keçmiş dərsdən artıq yazdığım tələbələr map'i var idi. Onun üzərinə əlavə edəcəm. Map'də də istifadə əslində çox asandır. Biraz əlinizi alışdırmaqla rahatlıqla alışa bilərsiniz. Məhz auto element dedim. Burada forun içində və 2 nöqtə, bunu unutmayın, tələbələrdən oxuyacaq və nə edirəm? Sonra çox sadə içinə girirəm, cout. Bunu da unutmayaq, element nöqtə first və sonra belə biraz yaxşı görünüş üçün belə bir şey əlavə edək və element nöqtə second-a qədər oxusun. Second və endline. Səhv eləmirəmsə heç bir problem yoxdur. Burada bunu yaddaşda saxladım və işə çalışdırdım. Daha doğrusu dərlədim ilk öncə. Bir problem var, deyir auto element. Biz burada nə eləmişik? Çox üzr istəyirəm. Element. İndi doğru olmalıdır. Hal-hazırda bir daha dərləyəcəm və hal-hazırda çalışdıracağım proqramı. M1'i çalışdırdım. Gördüyünüz kimi hamısını oxudu. Aysel 95, 50, 90, Vəli 85 dostlarım. Bu videoda nə elədik? For dövründən istifadə etdik. Auto element yazdıq. Çünki map içində məlumatlar pair formasında saxlanılır. Element.first açarı göstərir, element.second isə dəyəri göstərir dostlarım. Yəni burada tələbə adı və balı birlikdə çap olunur. Map'də elementlər avtomatik olaraq açara görə sıralanır. Yəni əlifba sırası ilə çıxacaq. Burada da gördüyünüz kimi Aysel, Əli, Vəli. A, E, V. Bəli dostlar, növbəti videoda mini nümunə eləmək istəyirəm və pratik istifadəni göstərməyə çalışacağım. Video bəyəndinizsə kanala abunə olmaq və video like atmağı unutmayın. Sağ olun, salamat qalın dostlarım.